Bu dəfə sifarişlə vişnə döyməcə hazırlayırıq. Tumu çıxmış vişnənin möhtəşəm qəlyanaltısı. Bəli. Bu endə möhtəşəm bir yağış yağmağa başladı. Amma biz işimizi görməyə davam edirik. Hazırlayırıq. Vişnə döyməci dediyim kimi əlavə edirik. Tumu çıxmış vişnədir, öz sokudur. Göyərtlərdən şüyüt vururam, reyhan vururam, sarımsaq və salam, duz, şəkər dozu. Miqdarlar videonun alt bölümündə qeyd olunacaq. Qəşəng qarışdırırsınız. Bir 5-6 dəqiqə saxlayırsınız kənarda. Bütün bax bu soku bir-birinə qarışır. Ondan sonra yığırsınız bankalara, kip-kip yığın. Və öz sokunu da əlavə edirsiniz. Elə bir ki, bankanın başından bir barmaq aşağı. Qapağını belə yüngül bağlayırsınız ki, qaynadıqca qazı içindən çıxsın. Ondan sonra qazanın içinə su və bir dənə dəsmal, soyuq su olmalıdır. Gürxodda qoyuruq qaynamağa. O ki, gördünüz ki, su pıqqa-pıqla qaynamağa düşdü. Onda qazın xodunu biraz alırsınız və 20 dəqiqə qaynadırsınız və salam. Ağzını qəşəng kip bağlayırsınız, üz aşağı saxlayırsınız. Soyuduqdan sonra isə sərin yerdə və yaxud da soyuducuda saxlaya bilərsiniz. Dəhşət bir zakuskadır. Müsibətdir. Mütləq hazırlayın. Kim hazırlaya bilmirsə, mən satışını edirəm. Direktə yazarsınız. Hazırlaya bilməyənlər üçün biz göndərək.